Salam. 27 aprel tarixində Dövlət İmtahan Mərkəzinin keçirmiş olduğu buraxılış imtahanından ingilis dili suallarına baxaq. 9-cu siniflərin 3-cü zonası üzrə qrammatika suallarından başlayaq. Sonda isə mətn suallarının da izahlarını və cavablarını deyəcəm. Bu arada 8-də oxuyursunuzsa bu suallar sizin üçün də lazımdır. Çünki növbəti illərdə suallar da aşağı-yuxarı eyni tipdə olur. Yəni siz də bunları izləsəniz sizlər üçün də faydalı olar. 13-cü sualdan başlayaq. Passive voice cümləsidir. Cümləmiz baxırıq ki, I ate var. Keçmiş sadə zamandır. Keçmiş sadə zaman isə bizə cümlədə lazımdır was plus were, yəni ikisindən biri ola bilər. Və buradakı feil yemək feili olduğu üçün üçüncü forması olan eaten feili lazım olacaq. Yəni was were eaten. Həmin cavabı burada axtaraq. A-da was were yoxdur, B-də yoxdur, C-də yoxdur. Y-də var, amma cümləmiz yuxarıda I-dan başlayıb, aşağıda da I-dan başlaması doğru deyil. Yəni çünki passivə çevirmək lazımdır. Doğru cavab D variantı olur. Sandwich was eaten. Sandwich yeyildi. Cavab D variantı. 14-cü sualda sifətin üstünlük dərəcəsi qarşısında Z artiklı olur. Z most olur birinci tərəfdə. Bir dənə elə Z artiklı olan sadəcə A variantıdır. Digərlərində Z-dən başlamır. Gördüyünüz kimi rahat suallardır, yəni çətin bir şey yoxdur. Yesterday var. Yesterday hansı zamandır? Keçmiş sadə. Keçmiş sadədirsə indikiləri götürək buradan. A-da və B-də qalırıq və sağ tərəfdə valideynlərimə məktub yazdım və göndərdim deyərik. Dünən deyərik. Send isə indiki zamandır. Ona görə B-də olmur. Deməli 15-də A variantı oldu. 16-cı sualda verilən bir şeyi nə isə götürməyə razılaşmaq deyir. Bu da təbii ki qəbul etməkdir. Yəni B variantı olacaq. Accept. 17-ci sualda I am going antonimini istəyir verilən feilin. Buy almaqdır, bizə satmaq lazım. Yəni to sell. C variantı olacaq. 18-ci sualda mürəkkəb isimləri istəyir compound. Digərləri sadədir. Birthday, bookshop, ad günü, yəni doğum günü, kitab mağazası. Mürəkkəb isim sadəcə A variantındadır. 19-cu sualda cavabda deyir ki, dialoqdur. Mən əminəm ki, o Mirandadır. Deməli, sualımız belədir. Danışan kimdir? Daha doğrusu telefonda Rosie kimdən danışır? Who is Rosie talking? Kimlə danışır və yaxud da kim danışır? Y variantı who doğru cavabdır. 20-ci sualda baxaq. After the baby sleeps, uşaq yatandan sonra filan şey edə bilərəm. Sleeps indiki zamandır. Qrammatik cəhətdən atmağa çalışaq. A-da able-ın to'su yoxdur. D-də də yoxdur. Həm də keçmiş zamandır. B-də might-dan sonra to gəlməz. C-də could-dan sonra to gəlməz. Cavab Y variantı oldu. 21-ci suala baxaq. 21-ci sualda elə bir deməli sudur ki, ərazini örtür. That is usually dry. Bir saniyə. Aha. Adətən quru olan bir yerə su gəlir, çoxlu su və oranı örtür. Bu nədir? Daşqın olar yəqin ki. Cavab Y variantı flood olacaqdır. 21 Y variantı. 22-də bitmiş zaman var. Deməli, mən restoranda bir dəfə olmuşam. Since it opened. O açılandan bəri bitmiş. Since plus keçmiş sadə zaman qaydasını bilirsiniz. 22-də doğru cavab D variantı. Bu arada kanala abunə olmamışsınızsa abunə olmağı unutmayın. Çünki irəlidə 9-lar üçün və digər abituriyentlər üçün faydalı videolar, həm də hədiyyəli videolar gələcək. 23-cü sualda deməli qadınlardan biri araşdırma kağızlarını laboratoriyadan oğurladı. Dan from B variantı olacaqdır. 24-cü sualda yaxın mənalı sözləri lazımdır. Ancient, qədim, köhnə, qədim dolğun mənası. Old da köhnə, qədim mənasında elə C düzgün gəlir. Tiny, balaca, big, böyük, healthy, sağlıqlı, sağlam, ill, xəstə, better, daha yaxşı, worse, daha pis. Yəni bunlar sinonim, yaxın mənalı deyil. Quiet, sakit, noisy, səs-küylü. Cavab C variantı oldu 24-də. 25-ci sualda dünənki sınaqda buna uyğun sual vardı. Buna oxşar güvənin sınağında baxmısınızsa, kənddəki məhsullardan söhbət gedir. Of-dan qabaqçına baxırıq. Produkt cəmdir deyə are, were olur. 1 və 2, 25-də doğru cavabdır. Hekəyə baxaq, daha sonra reading suallarını da deyəcəm. Short tekstə mütləq baxarsınız, çünki onlar da önəmlidir və qısa tekstlərdir, onlar da yaza bilərsiniz. Burada isə şəkildə görürük ki, 2 dənə deməli oğlan qızı səhv etmirəmsə, daha yaxından baxsaq, 2 uşaq gəlir, ağacda pişik var. Daha sonra böyük ehtimal xilas ediciyə zəng edirlər, xilas edici gəlir, pişiyi xilas edir.
və sonda pişik aşağıdadır və onlar xoşbəxtdirlər. Hekayə qura bilmirsinizsə, şərh bölməsinə yaza bilərsiniz. Biz isə keçək short tekstlərə. 5-ci sualda bizdən doğru cavabı istəyir bu mətnlərə əsasən. Düzdür, şərtdə bunu yuxarıda deyilmiş correct statement deyir. Deməli, 5-ci sualda birbaşa cavaba baxacağıq. Mary Kathleenə təşəkkür edir arzuları üçün və onu partiyə dəvət etdiyi üçün. İkinci cümləyə baxırıq. First of all, thank you for the birthday card with warm wishes. Yəni, ilə münasibətinə görə, arzularına görə təşəkkür edir burada. Həmçinin onu dəvət edir. Bir saniyə belə bir şey vardı. I will be happy to see you there. Sən orada görməkdən məmnun olaram. Sonda love Mary deyir sevgilərlə Mary. Yuxarıda isə əziz Kathleen deyirsə, deməli yazan Mary'dir. Və nə demişdik burada? C variantı Mary təşəkkür edir. Deməli C variantı doğru cavabdır. 6-cı sualda 7 nə deyir? Yeni şirniyyatlar don't contain much sugar. Çox şəkəri özündə birləşdirmir. Baxın, sizə bir ipucu verin, bura qədər gəlmişsinizsə, əvvəlki videolarda demişdim, bir cümlə ilə doğru cavabı tapmaq olur. Baxın, new-nu hər kəs bilir, sweet-i də bilirsiniz. 6-cı cümlənin əsasına baxırıq, yəni ilk cümləyə baxırıq. Buy our new healthy sweets. Yeni şirniyyatları al. They contain less sugar. Heç ardına ehtiyac yoxdur. Az şəkər özündə saxlayır. Deməli, çoxsunu saxlamır deməkdir. Elə Y doğru cavabdır. Təqribən bir cümləyə tapmaq olur. Əksəriyyətində bir cümlə tapa bilirsiniz bunu. Yəni, gözünüz qorxmasın. 7-ci suala baxaq. 7-ci sualda doğru cavab olur Y variantı. Frida valideynlərə deyir ki, onu stansiyada gözləsinlər. İlk cümləyə baxırıq. Əziz ana və ata. Sonda yazan Fridadır. Nə deyir? Can you meet me at the station? Siz məni deyir, stansiyada gözləyə bilərsinizmi? Deməli, Y doğru cavab oldu. Keçək böyük tekst suallarına. Deməli, burada vaxt baxımından doğru cavabları deyim. Çalışacağım, izah da verim. Ev yox. Deməli, 8-ci sualda doğru variant A variantı. Məşhur qəbilədən söhbət gedir. İlk cümləyə baxırıq. Africa is home to one of the most famous tribes. The Maasai-dir, səhv etmirəmsə adı. Yəni, bu qəbilədən söhbət gedir. Bu da qəbilənin adını çəkmir. Adətən uşaqlar burada çaşırlar. Adı görüb onu yazırlar, amma doğru cavab olmaya bilir. Elə doğru cavab A variantı olur. Çünki bütün mətndə qəbilədən söhbət getdi. B-də deyir ki, deməli, uşağın saçından söhbət gedir qəbilədə və yaxud da qadınların həyatından söhbət gedir. Yəni, söhbət ən çox ümumi qəbilədən söhbət gedir, amma qəbilənin adı A variantında yoxdur. Diqqətli olasınız bu tip suallarda. 9-da bizdən yanlışı istəyir. B variantına baxırıq. Elə bir qrupdur ki, deyir, həyatın sonuna qədər one place, yəni bir yerdə yaşayırlar. Amma mətndə belə bir cümlə vardı. Bir saniyə. The Maasai people travel a lot. Çoxlu yerə səyahət edirlər. Moving from one place to another in groups. Qruplarla bir yerdən başqa yerə gedirlər. Deməli, sona qədər bir yerdə yaşamırlar. Ona görə B yanlış oldu. 10-cu sualda B-yə baxırıq. Deməli, Maasai adamları, kişiləri hündürə tullanırlar rəqs ərəfəsində. Necə güclü olduqlarını göstərirlər. Asan bir sualdır, həmin sizə göstərim. They try to jump as high as possible. By doing it, they show their strength. Deməli, öz gücünü göstərirlər, bacardığı qədər yüksəyə tullanırlar. Söhbət də dansdan gedir, altından xətt çəkdim. Deməli, onda B variantı oldu. 11-də C variantı. Nə üçün 3 ay kəsirlər? Deməli, 3 aydan sonra kəsirlər. Çünki o uşaqların deməli həyatının başlanğıcını göstərir. Həmin hissəni də altından sizə xətt çəkəcəm. Bir saniyə. His hair is cut and it shows the beginning of his life in the community. Yəni bu ictimaiyyətdə, yəni bu cəmaət içərisində onun həyatının başlanğıcını göstərir. Belə bir şey dedi orada. Bu arada PDF istəsəniz mütləq yazın şərhə, sizə göndərəcəm. Telegram kanalında paylaşacağım. Və sonuncu sualda 12-də doğru cavab 1 və 3 olacaqdır. Belə, əziz abituriyentlər, ümid edirəm ki, faydalı oldu. Hər birinizə bol-bol uğurlar olsun. Özünüzə yaxşı baxın.